İcazə verirlər. Biz elə bir 18 Magistratura aşağıya axmasan. Ağız deyən qulaq eşitmir. Ay uşaqlar. 26 yazan da. Hə? 26 Sifətə və sifətə. Getməyə bilirsən. Sonra cümlədən verirlər də. Hayır planlar var. Canım ben. Havuz bağcı olsun böyle olsun. Havuz böyle olsun. Otur havuzda ibaret olsun. İşte havuz da var. Havuz kimler? Ama zaten edebilirler. Havuz bağcı olsun böyle olsun. Havuz büyük olsun. Aha. Hele orada dedi ya. Deməli 17-si 22-si imtahanları var. O aralıqda bizə aparırlar. Köhnə məktəb. Guys. Və köhnə məktəbim deyəndə yəni bitirdiyim məktəbim. Allah'ım. Ben. İnsan zeydi. Bizim məktəbləri ilərdi. Təbii ki, mən oxuyan illərdə bu siniflər məktəb belə köhnə deyil idi. Təzə təmirdən çıxmışdı mən oxuyan vaxtı. Mən 4-cü sinifi bitirib 5-ci sinifə keçəndə bura yeni remontdan çıxmışdı. Allah, çox kövrəldim. Sinif yoldaşlarım, haradasınız? Bu mənim sinif yoldaşım deyil. Sonra isə bir neçə ildən sonra bitirənə yaxın hardasa 9-da səhv eləmirəmsə biz bir də sinifimizi dəyişdik və 3-cü mərtəbəyə gəldik. 3-cü mərtəbədə də səhv eləmirəmsə 1-2 bu yox bundan sonraki qapı idi bizim sinifimiz. Uşaqlar, bu hissləri sizə tərcümə edə bilmərəm, amma maalesef bağlıdır. Bu sinif idi, bağlıdır. Görə bilmədim. Bu da əsas pilləkən. Burada da çox istifadə eləməyimizə icazə vermirdilər ki, burada ancaq müəllimələr olar. Hamısı yadımdadır. Bizə kənar pilləkənlərə icazə verirdilər, bura yox. Aha, kəşki müəllimələrimi də görə bilərdim. Bu da bufetimiz. Bayağı böyük bufetimiz var imiş ha, Məhəmməd. Dəhşət. Bufet niyə boşdur Məhəmməd? Krizis gəlib bufetimizə. Oy. Sen nereden çıktın? Hissederim ki çok güzel oldu. Ha, beğendiniz mi? Əslində yorğun uydum, amma gəldim, mənzərəni gördüm. Bu nədir belə? Yenə Fidan, yenə eksklüziv tur eləyəcəyini. Bu mənzərəyə baxın. Bu mənzərəni görüb mən necə burada otaqda dayandım. Nə qədər də yorğun olsam, indi qaçacağım oralara, buralara bir yerə. Ay, necə gözəldir qızlar. Fidan, öpürəm səni buradan. Bu arada gəlmişik. Kim soruşur ki, otağınız neçədir, otaq nömrəniz neçədir? Otaq nömrəsini deyirik. Hər kəs deyir ki, qəşəng otaqda, çox xoşunuza gələcək. Türkçə deyirlər onlar. Nəysə, mən də maraqla gözləyirəm ki, görüm nə baş verir, otaqda nə var. Səndə mi otaqdan belə bir mənzərə var imiş. Çox gözəldir. Təzə treynerim. Özümə təzə treyner tapmışam. Ya restoranı yağmur bastı, herkes katışıyor. Herkes katışıyor. Tələsin misin? Başla.
Axırda incə addımlardır. Sizin toyumuzdakı fotoqraf isə belə məsləhət verir, deyəm. Gel hayatım gel. Gel imkan ver. Yerinizi değişin. Yerinizi değişin. Ya da değişmeyin. Öyle bile yaxşı. Ha. 3, Ay tamam buradan. 3, 2, 1, motor. Yok Çöçür, şurada. nerede var? Çöçür. Ha. Çöçür. Ben de bir paket aldım. Normal Sen de ver. Özü normal yapalım. Kraldan bacı. Ne tam sigara. Sana fotoğraf ediyorum. Ve sumkam da böyle böyle görsün. Budur. Hatırla da sumkam da. Küp kimde? Dramamın sumkam tapın. Otaqda. Allah rızası için bana Zaraydı. mango. Çok geçenli değil bacım. Tam da uygun idi özdə. Kır oldu. Gidelim. Sesini yiyecek. Deməli bugün bizim otelimizdə Poeziyanın konserti var idi. Mən tamamilə unutmuşam. Çıxmışam. İndi taksi gözləyirik otelin qarşısında. Eşidirsiniz? Poeziya oxuyur hal-hazırda. Ürəyimin bir hissəsi burada qaldı. Amma rezervasiyamız var deyə də getməliyik. Unutmuşam. Əslində bugün planlaşdırırdım ki, Poeziyanın konsertində olacaq. Belə qismət değilmiş. Arkamı çönəndə gördüyüm mənzərə. Tural bayram gol vurdu. Eşk olsun. İkimiz de geçen pastel tonlarda giymişiz. Fransa bəsməsini yeməklərini istəməyə gəlmişik.
Qiymətə Amma bölüm. Ayxan bunun dadına baxacaq. Bunun dadına mən baxdım. Necədir dadı? Efendim? Nə dadı gəlir? Yəni baxa bilərəm, pis gələ bilərəm. Bəncə mən Biraz suç var ya. Sushi dadı. Bu nədir? Bu neydi? Bu neydi dostlar? Qaz, Bombalı. Qaz Ciğeri, ürəyi. ürəyi, ciyəri, ciğeri. Qaz ciyəri. Qazın ciyəri var bura. Yalanma. Onda Fransanın Bu özündə. ziyandı məncə. Ümumiyyətlə çiğ ət ziyandı. Yəni içində xəstəlik falan ola bilər. Pişəndə xəstəlik ölür. Hə. Hə. Araşdır da ChatGPT-yə yaz. Bu qədər aldım. Sən dediklərinə necə şübhə ilə yanaşılır? Bu qədər alıram son. Son. Son bir tanesinin qiyməti də 30 dollar. Səviyyə. Bilirsiniz nədir? Deyim nədir? Ondan bir şey, Deyim başqa da nədir? 1000 lirə qabaq. Məncə ac. Dolma bişirəndə ətin götürüb içindən belə Düyülü, arada düyülü. uğrayırdıq. Düyüsüz variantı. Yəni pişməmiş ətdir bildiyiniz, amma məncə yaxşı eləməyiblər. Buna yaxşı olmuş bir restoranda şans. Yağ ilənmir. Bildiyin çiğ ətdir də. Ben çöreği yiyeyim. Ara probe Bif eləyəcəm. tartar həyatımda ilk dəfədir. Bifdir, bif idi də. Bif tartar probe eləyəcəm. Mən Çox çox şeydir. bəli, mən çox maraqlı olduğuna görə. Bu nə deyir? Bunu 70 yiyir biz almıyoruz. Ay yiyirəm əlli başdı. İştah qaçdım, ay nəzir. Ye daha. Ye kardeşim ye. Dolayısıyla şimdi sana bir tuz lazım. Çiğ ət kimidir, hə? Bir də yeməyəcək. Sadəqət abi istəyirəm. Yoxu duzluyur. Ay baş verdim. Sən onda niyə evdə ətə pişirsən ki? Maşından çıxarıb başda yeməyə də. Hə? Deyirəm, deyirəm, niyə ət pişirirsən? Ya qazada qənaət eləyir, qazada. Buna daha yaxşı bir restoranda şans vermək olar deyə düşünüyorum. Bahalı yerdə. Məncə vermə. Bahalı bir restoranda Fransanın Məncə özündə. ziyandır mən. Başdan ayağa rozovı genliyi bəstəyirmiş kimi getdi bunu da tapdı. Almıram. Bir zəhmət. Al. Bu ama şeydi də, hər dəqiqə taxa bilməyəcəyim bir şeydi. Ben de diyorum ki ne fark var? İkimiz de geçen pastel tonlarda giymişiz. Ha. Onunla ben de aşk düşüyorum. Ay, çok güzel. Çok üstüne bakıram. Alacağım. Çok yaraşdı bu lookumla. Başka looklar da ben bunu yaradarım. Ben bunun için ne looklar yaratırım da. Sonra nereden? Cevap yalvarayım bunu şöhretten ötürü ki ne olarsam 1.50 sen gel çekimden. 1.50 olduğunu boynuna O al. sırada ben yok 1.57 ya. Can. 1.60'dan Ama 3 orada santimetre 1.57 balaca. yazsak bir esprisi olmaz. Olmaz. Ona göre 1.50 yazacağım. Ben de götürüp story'e koyup yazacağım ki yalan değil. 1.57 yani. 1.60'dan 3 santimetre balaca.